Bugün maya azot setinə baxırıq. Hal-hazırda 3 qutuda gəlirlər. Birinci qutuda cihazın əsas hissəsidir. Bu hissəsi gəlir. İkincisi onun balonudur. Buradadır balonu. Və balonun şlanqı falan o da 3-cü qutuda olur. O qutular böyükdür deyə burada çəkmirəm. Qısa izah verəcəm. Bu maya azotu vurmaq üçün istifadə olunur. Qutunun içərisindən başlıqları çıxır, nasatkaları hansı ki taxa bilirsiniz bura. Aydın taxılır. Rezvadır, sadə rezvadır. Uzatmaq məqsədindən və yönləndirmə məqsədindən istifadə olunur. Yəni maya azotu bir nöqtəyə yönləndirmə. Həmçinin bunlar da eyni qaydada maya azotu bir nöqtəyə yönləndirmək üçün istifadə olunur. Hansı ki tutursunuz və böyükdən kiçiyə doğru nə qədər məsafə istəyirsinizsə, o qədər balacalaşdıra bilir. Lap xırda vuruşlar üçündür. Bu içərisindən həmçinin instruksiya kitabçası çıxır bu qaydada. İçərisində bütün məlumatlar qeyd olunub, oxuyub da baxa bilərsiniz. İlk öncə qeyd edeyim ki, bunun içərisində maya azotu olur və onun doldurulmasını biz icra eləmirik. Sadəcə maya azot buradan bu hissəyə necə doldurulur? Mən qısa şəkildə onu izah eləyəcəm. Bu qapaq açılır. Bunlar sadəcə qoruma məqsədi ilə olan şeylərdir. Çıxardırım bunları. Bu nə üçün istifadə olunur deyim. Deməli, ilk öncə əsas məqsədi çox xırda miqdarlarda, yəni az miqdarda maya azotu içərisindən götürmək üçün və yaxud da ki, içərisində maya azotu var. Bunun içinə ampula, balaca ampulalardan qoyub maya azotun içərisinə yerləşdirmək üçün istifadə olunur. İlk öncə belə bir dəmirimiz var. Bunu bu qaydada keçiririk. Bunun içərisinə tam şəkildə oturmalıdır. Daha sonra bu qaydada bunları sıxmaq olur. Baxın, alt hissəsindən sıxırıq. Bəlkə deyirik yerinə. Bu hissəsinə şlanq keçir. Həmin o şlanq buradadır. Üçüncü qutunun içərisindən çıxır. Rezba şəklindədir. Bu qaydada bura bağlanır. Bunu bağlayırıq ora. Mən özüm tam sıxmıram, müəyyən qədər saxlamışam. Bağlantını sadəcə göstərmək lazımdır. Deyək ki, bu bağlandı. Bu hissəsindən açırıq buranı. Qapağı rezvadır. Rezva açılır. Daha sonra bizim yuxarı hissədə bir yerimiz var. Orada pedalımızın şlanqı keçir. Pedalın şlanqı. Pedalın özü bu qaydadadır. Sağında və solunda 2 ədəd sarı düymə var. Baxın, bunu qabağa çəkdiyimiz təqdirdə hər ikisini. Pedal açılır. Pedalın məqsədi içərisində olan azotu sıxılma ilə vakuum şəklində çölə vurmaqdır. Yəni, biz bunu sıxdığımız təqdirdə artıq vakuum şlanqın bu hissəsindən çıxacaq və bu təbii ki, ayağımızın altında olur. Mən video üçün əlimdə göstərirəm. Bu, bunun içərisində olacaq və vakuumumuzu sıxacağıq. Avtomatik olaraq azotun balonu dolacaq bu hissədə.